Salam, hər birinizi xoş gördük. Bugünkü dərsimiz mərhəmətli qız şeiridir. Şeiri oxuyun, şeirin başlığını hansı obraza aid etmək olar. Öncəliklə valideynlərə demək istəyirəm ki, istəyirsinizsə uşaqlarınız şeiri yaxşı qavrasın. Şeiri elə uşaq var ki, uşaqdan uşağa fərq var. Verirsən əlinə özü oxuyanda daha yaxşı qavrayır, öyrənir. Yoxsa siz ona dəfələrlə o şeiri şifahi olaraq desəz də, nəql etsəz də onun yadında qalmayacaq. O əlinə alıb oxuması yadında qalmayacaq. Uşaq da var ki, siz ona oxuyanda o yadında saxlayır. Elə uşaq da var ki, şeiri oxuyursunuz, telefonun zaps yeri var da, səs yazma yeri var. Ora uşaq ona dəfələrlə dinləyib yadında saxlayır. Yəni hər kəsin qavrayışı fərqli olduğuna görə oxuma prosesi də, yadda qalma prosesi də insandan insana dəyişir. Ona görə uşağı tanımaq lazımdır ki, bu şeiri necə öyrənsə uşağın yadında qalar. Mərhəmətli qız. Velosiped sürərkən Gülçin yaman yıxıldı. Yerə elə dəydi ki, dizi, qolu cızıldı. Nərmin durub bayaqdan ona tərəf baxırdı. Gülçin yıxılan kimi özün ona çatdırdı. Kömək etdi Gülçinə, onu yerdən qaldırdı. Evdən tənzif gətirib dizin, qolun sarıdı. Gülçin ona ürəkdən, Nərmin, çox sağ ol, dedi. Sən mərhəmətli qızsan, gəl dost olaq, söylədi. Şəhla Fərhad qızının müəlliflik etdiyi mərhəmətli qız şeiridir. Şeirin başlığı hansı obraza aiddir? Təbii ki, kimə aiddir? Gülçinə aiddir. Başına əhvalat gələn, yıxılan Gülçin idi. Şəkillərlə şeirin bəndlərini uyğunlaşdırın. Birinci şəkildə gördüyünüz kimi, üçüncü bənddə kömək etdi Gülçinə, onu yerdən qaldırdı. Evdən tənzif gətirib dizin, qolun sarıdı. Demək bu bəndimiz, üçüncü bəndimiz bu birinci şəkilə aiddir. İkinci şəklimiz isə birinci bəndə aiddir. Velosiped sürərkən Gülçin yaman yıxıldı. Yerə elə dəydi ki, dizi, qolu cızıldı. Üçüncü isə şəklimiz budur. Nərmin ikinci bənddir. Nərmin durub bayaqdan ona tərəf baxırdı. Gülçin yıxılan kimi özün ona çatdırdı. Suallara cavab verin. Mərhəmətli qız şeiri neçə bənddən ibarətdir? Gəlin sayaq. 1 bənd, 2 bənd, 3 bənd, 4 bənd. 4 bənddən ibarətdir. Hər bənddə neçə misra var? Gəlin baxaq. 1 misra, 2 misra, 3 misra, 4 misra. 1 misra, 2 misra, 3 misra, 4 misra. Hər bənddə 4 misra var. Neçənci bənddə Gülçinə yardım edildi? 3-cü bənddə yardım edildi. Kömək etdi Gülçinə, onu yerdən qaldırdı. Evdən tənzif gətirib dizin, qolun sardı. 1, 2, 3-cü bənddə. Neçənci bənddə Gülçin Nərminə təşəkkür etdi? 4-cü bənddə. 1, 2, 3, 4-cü bənddə Gülçin ona ürəkdən Nərmin, çox sağ ol, dedi. Sən mərhəmətli qızsan, gəl dost olaq, söylədi. 3-cü bənddəki hansı söz aşağıda verilən izaha uyğun gəlir? Yaranı sarımaq üçün nazik pambıq parça. Bu tənzifdir. Demək, tənzif, tənzif, tənzif. Bu 3-cü bənddə 1, 2, 3-cü misradakı tənzif sözüdür ki, tənzif yaranı sarımaq üçün nazik pambıq parçaya deyilir. Və bunları bilməliyik, deyir uşaqlar. Nağıl, hekayə, mətnləri abzaslara bölünür. Hər abzasda yeni fikir, ifadə olunur. Dostluq adlı bir yarım başlığımız var. Görək burada nədən söhbət gedir? Ay bizi dinləyən valideynlər olsun. Valideynlər təbii ki, daha çox bizi dinləyir. Uşaqlara nəyi necə öyrətmək lazımdır? Onlar birinci sinifdir deyə nəzarət edirlər. Şəkillərdə təsvir olunmuş heyvanlar haqqında bildiklərinizi danışın. Birinci şəkildə kenguru təsvir olunubdur. Kenguru öz balalarını kisəsində daşıyır. İkinci, demək, hündür boylu heyvan, ən hündür boylu heyvan zürafə demək verilibdir. Üçüncü, timsah verilibdir. Timsahın dişləri həm sıxdır, həm də ağzı yekədir. Və burada demək, quş verilibdir. Quşlar bilirik ki,
növlərə bölünür və uçurlar, uçmağı belə deyim də bacarırlar. Bu heyvanlar haqqında sadəcə adlarını biz deyirik, amma onlar haqqında məlumatı deyəndə ki, təbii ki də uşaqlar belə deyim də zoologiya keçməyib, müəyyən bir adını deyə bilər, müəyyən bir iki cümlə deyə bilər. Məsəl üçün biz heyvanlar haqqında geniş məlumat verə bilərik. Amma bunu etmirik, çünki uşaqların həm yadında qalmır, həm də o uşaqlar onu araşdırmaq, filan etmək bu uşaqların işi deyil. Bunu ya müəllim gərək geniş məlumat versin, ya gərək valideyn onu axtarıb araşdırsın. Amma uşaqlar şəkildəki heyvanları tanısa, bir-iki sözdən ifadə eləyə bilsə bəs eləyir. Ona görə geniş məlumat vermirik. Amma ikinci, üçüncü sinif uşaqlarına biraz geniş məlumat veririk. Mətni oxuyun, heyvanlar haqqında əldə etdiyiniz yeni məlumatları dəftərinizə qeyd edin. Yöndəmsiz timsah. Bu timsahdır, krokodil timsah deyirlər. Mətnimizin adı yöndəmsiz timsahdır. Timsah tək darıxırdı. Çaydan sahilə çıxdı. Dəvəquşunu görüb ona yaxınlaşdı. Uşaqlar, bu dəvəquşudur. Dəvəquşunun yumurtası çox böyük olur. Demək, dəvəquşunu görüb ona yaxınlaşdı. Dəvəquşu uzun taxta parçasının bir tərəfində oturmuşdu. Timsah quyruğunu taxtanın o biri başına qoydu. Dəvəquşu tappıltı ilə yerə düşdü. Timsah ona kömək etmək istədi. Dəvəquşu acıqla dedi: "Nə yöndəmsizsən? Bu uzunluqda quyruq olar, məndən uzaq dur." Sonra isə hoppana daşların üstü ilə çayın o biri sahilinə keçdi. Birdən timsah zürafəni gördü. Zürafə ağacdan ərik yeyirdi. Bax, bu zürafə. Ağacdan ərik yeyirdi. Timsah ona yaxınlaşanda zürafə var gücü ilə bağırdı: "Yavaş ol da, ayağımı əzdin ki, bu boyda da ayaq olar." Zürafə bunu deyib çayın o biri üzünə keçdi. Timsahla pərt oldu. Kədərlə ətrafa boylandı. Gördü ki, kenguru ilə balası çiçək yığır. Timsah sevincək onlara tərəf gəldi. Kenguru qışqırdı: "Ehtiyatlı ol!" Amma gec idi. Timsah onların gül səbətini əzmişdi. "Sən nə kobudsan, bu boyda da qarın olar. Bizdən aralı dur." Hirslənmiş kenguru balasını kisəsinə qoydu. Daşların üstü ilə hoppanaraq çayı keçdi. Ümumiyyətcə, belə bir nəticəyə çıxmaq olar ki, eyibsiz canlı yoxdur, eyibsiz insan da yoxdur. Heç kim və heç nə ideal deyil. Təbii ki, heyvanlardan birinin qulağı yekədir, birinin quyruğu uzundur, birinin boyu uzundur, birinin ağzı yekədir, dişləri. Yəni fərd olaraq hərəsi fərqli yaradılıbdır. Yəni öz eybini görməyib başqasında eyib axtarmaq bu düzgün deyil. İnsan, heyvan, təbii ki, heyvanların şuuru, təxmini buna kifayət eləmir. İndi heyvanlar danışmır. Birinci onu deyim ki, indi uşaqlar özləri də bilir ki, heyvan danışmaz, timsah danışmaz, zürafə danışmaz. Onların dili ilə bunu insanlara eşitdirirlər ki, yəni hər bir canlının eybi ola bilər. İnsan gərək kimisə eybini onu pərt vəziyyətdə üzünə deməsin. Belə deyim, xasiyyətinin çatışmayan cəhətlərini demək olar ki, sən bunu səhv elədin, sən bunu düz elədin ki, o düzəltsin səhvini. Düzdürsə biraz da fərəhlənsin. Amma demək olmaz ki, sənin burnun yekədir, sənin qulağın yekədir, sənin ağzın əyridir, ayağın əyridir. Çünki o özünü yaratmayıbdır. Təbii ki, hamı istəyər ki, gözəl olsun, hamı istəyər ki, yaraşıqlı olsun. Bu insanın öz əlində deyil, öz günahı deyil. Bizim hamımızı vahid bir Allah yaradıbdır, Tanrı yaradıbdır. Və biz necə isə özümüzü o cürdə qəbul edib sevməliyik, başqalarını sevməsək də ürəyimizdə saxlamalıyıq. Birinin qulağının yekə oldu, o özü də fərqindədir. Bilir ki, onun qulağı yekədir. Sadəcə onu onun üzünə deyib pərt vəziyyətdə ona lağ eləmək olmaz. Çünki sənin də bəlkə burnun yekədir. O da onu səhv desə sən pərt olacaqsan. Burada heyvanlara deyilən sözü insanlar bir nəticə olaraq çıxartmalıdır ki, həqiqətən də lağ eləmək olmaz. Çünki eyibsiz deyil də heç bir canlı. Hər birimizin eybimiz var və eybimizi bir-birimizin üzünə kobud şəkildə pərd edərək vurmaq olmaz.
Və gördüyümüz kimi timsah çaydan sahilə çıxdı. Dəvə quşunu gördü. Dəvə quşu uzun taxta parçasının bir tərəfində oturmuşdu. Timsah quyruğunu taxtanın o biri başına qoydu. Dəvə quşu tappıltı ilə düşdü. Timsah ona kömək etmək istədi. Timsah ona kömək eləmək istəyib. Dəvə quşu da deyib ki, sən nə yöndəmsizsən? Bu uzunluqda quyruq olar. Məndən uzaq dur. Və zürafəyə də deyirlər ki, var gücü ilə vardı ki, timsaha yavaş ol da ayağını əzdin ki, bu boyda ayaq olar. Zürafə bunu deyib çayın o bir üzünə keçdi. Yəni bu timsahın günahı deyil. Onun ayağının çobud olmağı, quyruğunun uzun olmağı. Gərək dostluqda heyvanlar da gərək o səhv elədi, onu onun üzünə vurmazdı, deməzdi. Bacarırsansa kömək elə, bacarmırsansa, kömək eləmək istəmirsənsə, ona o vəziyyətə də qoymaq, pərt eləmək olmaz. Heyvanlar timsahı hansı xüsusiyyətlərinə görə sevmirdilər? Onların timsaha münasibəti haqqında nə deyə bilərsiniz? Nə bilim, biri deyirdi ki, yöndəmsizsən, quyruğun uzundur. Demək, dəvə quşu acıqla dedi ki, timsaha, yöndəmsizsən, yəni eybəcərsən, quyruğun da uzundur, məndən uzaq dur. Sonra hoppana daşların üstü ilə gedib sahilə gedəndə birdən timsah zürafəni gördü. Zürafə ağacdan əri yedi. Timsah yaxınlaşanda zürafə dedi ki, yavaş ol da, ayağımı əzdi, bu boyda ayaq olar. Zürafə timsaha dedi ki, sənin ayağın nə boydadır da, yekədir. Zürafə bunu deyib çayın o bir üzünə keçdi. Timsah pərt oldu, kədərləndi. Sonra kenguru gördü. Timsah ona tərəf gələndə kenguru qışqırdı ki, ehtiyatlı ol. Çobudsan, bu boyda qarın olar. Yəni biri dedi ki, ayağın çobuddur, biri dedi quyruğun yekədir, biri deyir qarnın yekədir. Yəni eyblərini belə bu cür üzünə vurdular. İzahlı oxuyun, hər bir izahın aid olduğu heyvanı tapın. Mətndən çəkilmiş şəkillərdən və bildiklərinizdən istifadə edərək izahları genişləndirin. Boynu çox uzundur, meyvə yeyir. Bu zürafədir. Qarnı, ayaqları böyükdür, quyruğu uzundur. Bu timsahdır. Balasını kisəsində gəzdirir. Kengurudur. İti qaçır, uça bilmir. Dəvə quşu olacaq təbii ki. Qaçır, amma uça bilmir. Quşların bayaq dediyim kimi uça bilən də var, uça bilməyənləri də var, amma çoxu uça bilir. Tülkü və leylək nağılını xatırlayın. Sizcə leylək pisliyə yaxşılıqla cavab versəydi, onların dostluğu alınardı? Bəli. Demək üçün tülkü düz eləmədi. Leyləyin dimdiyinin uzun olduğunu bilərək ona dayaz boşqabda yemək verdi. Leylək də bunun acığın çıxdı. Gətirdi ən dərin, boğazı dərin olan, uzun olan bir, belə deyim də, qabda verdi. Təbii ki, bir-birinin leylək tülkünün elədiyi hərəkəti ona qaytarmaqla o da tülküdən geri qalmadı. Amma tülkünü pərt eləmək üçün tülküyə yaxşı bir qabda verə bilərdi və sonda da sözünü deyə bilərdi ki, bax görürsən, sən düz eləmədin, amma mən sənə qarşı heyfimi çıxmadım. Mən yenə də yaxşılıq elədim, sənin elədiyin hərəkət düz deyildi. Yəni bir insanın elədiyi hərəkətin eynisi ilə, pisliyin eynisi ilə ona cavab verəndə artıq düşmənçilik böyüyür, məsələ daha da dərinləşməyə başlayır, amma ona yaxşılıq eləyirsən, bir dəfə başa düşməyəcək, ikinci dəfə başa düşməyəcək, üçüncü dəfə artıq anlayacaq ki, həqiqətən sən yaxşı insansan və sənə qarşı bu hərəkəti etməli deyildi. Şəkilə baxın, yöndənsiz timsah mətninin davamını təxmin edin. Mətni oxuyub öz təxminlərinizlə müqayisə edin. Timsah əzilmiş güllərin yanında oturdu. O çox qəmgin idi. Heç kəs məni sevmir. Axı mən niyə bu qədər yöndəmsizəm? Bu fikirlər timsaha rahatlıq vermirdi. Birdən hava qaraldı, göy guruldadı, şimşək çaxdı, leysan yağmağa başladı, çay daşdı. Timsahı bəyənməyən dostları çayın o biri sahilində qaldılar. Onlar əlacsız halda timsahdan kömək istədilər. Timsah dərhal çaya yaxınlaşdı. Bir sahildən o biri sahilə uzandı. Heyvanlar bir-bir onun üstündən çıxıb çaya keçdilər. Kenguru dedi, çox sağ ol əziz dost, biz çox şadıq ki, sənin kimi ayaqları böyük, quyruğu uzun dostumuz var. Timsah gülümsədi, o çox xoşbəxt idi. Çox qəribədir ki, insanlarda da bu xasiyyət var. Demək, bir insanı əzirlər, tapdalayırlar, ona lağ eləyirlər. Elə ki, həmin insanın onlara qarşı faydası dəyə biləcəyini görürlər ki, bu insan bunların işinə yarayacaq. Dar gündə başlayırlar həmin insana qarşı ikiyüzlülük eləməyə. Arxasınca bayaq danışıb qəlbin qırırdılarsa, bu dəfə ondan istifadə eləmək üçün şirin dilə tuturlar.
Bəzi insanlar da var ki, heyvanlar dediyi kimi, buradakı kimi, demək, nəticə çıxardırlar. Görürlər bu yox, bu yaxşılıq eləyir, daha onun haqqında pis fikirdə olmurlar, onu ön yargılamırlar, ona lağ eləmirlər. İnsanlar da var ki, xeyri yoxdur. Onları çayın o biri tərəfində başına mindirsən də, onları necə deyim, nə qədər yaxşılıq eləsən də, yenə də sənə qarşı bir səhv hərəkəti eləməyini gözləyirlər ki, o səhv hərəkəti ilə səni vursunlar. Yəni bu düzgün deyil. Təbii ki, timsah özünü fəda etdi. Timsahın əslində heç bir günahı yoxdur ki, onun quyruğu uzundur, qarnı yekədir, ayağı yekədir. Təbiətdə yəni Allah Taala hər kəsi bir cürə yaradıbdır və onun özünə xeyri var, faydası var. Hansı ki, sən onun ayağının yekə olduğuna görə ona lağ eləyirsən, amma bəzi heyvanlar var, ona həsəd aparır. Deyir, kaş bizim də ayağımız yekə olardı. Gördünüz, ayağı yekə olmağın, quyruğu uzun olmağın necə bir xeyirləri var imiş. Çayı o biri tərəfə keçmək rahat olur. Amma ayağı gödək olanda çayı keçmək olmur, suda bata bilərsən dərinliyində və timsah onlara kömək elədi. Əslində timsah fikirləşmədi ki, bayaqların mənim günahım olmuyor, hərəsi bir tərəfdə mənə lağ eləyirdilər, məni pis vəziyyətə qoydular. Mən durum bunları çayı keçirtməyim. Yəni tülkü ilə Leylənin nağlındakı kimi Leylək necə ki tülküdən heyfini çıxdı, timsah da onları keçirməsəydi, bu başa düşülən olardı. Amma timsah çox yəni səxavətlidir, mərhəmətlidir. Yəni dedi ki, onlar mənə qarşı bu cürdür, amma mən faydamı əsirgəməyim onlardan. Təbii ki, heç bir heyvan özünü fəda eləməz. Bu ağırlıqda heyvanlar gəlib onun üzərindən keçib gedirlər. Əslində bu real deyil uşaqlar. Əslində belə bir şey ola bilməz. Bu təbii ki bir nağıllarda, əfsanələrdə olur. Sadəcə bu cür nağılları ibrətamiz olaraq ki, İnsanlar dərs götürsünlər ki, yəni bir insanı çox dışlamaq, ona qarşı əks fikirdə olmaq olmaz. O insanı da Allah elə yaradıb ki, hər birinin müsbət cəhəti də var, mənfi cəhəti də var. Mətnin ikinci abzasına baş verən təbiət hadisələrini sadalayın. O biri sahilə keçmiş heyvanlar niyə geri qayda bilmədilər? Çünki onların ayaqları gödə idi. Demək, təbiət hadisəsi havanın qaralması, göyün guruldaması, şimşəyin çaxması, leysanın yağması, çayın daşmasıdır. Bunlar təbiət hadisəsidir. Yəni insanlar heç bir müdaxilə edə bilmir təbiət hadisələrinə. İnsanlar yağış yağdıra, göyü guruldada, küləyi əstirə və s. kimi deyəcəksiniz ki, indi hər şey elə inkişaf edib ki, süni yağışlar filan. Təbii ki, yenə də o təbiətə əks təsirdir. Təbiət onun öz heyfini çıxır insanlardan. Yəni təbiət hadisələrini insan qismən müdaxilə edə bilər, amma ki bunlar təbiət hadisəsi sayılır. Havanın qaralması, göyün guruldaması, şimşəyin çaxması, leysan yağış, o demək ki çox yağış yağır, guru yağış. Çaylar daşırlar, elə leysan yağışlara görə də çayın suyu çoxalır və daşmağa başlayır. Bunlar təbiət hadisələridir. Hansı cümlə mətnin sonuna uyğun gəlir? Dadlı yerini tapmışdı, dostları onu xilas etmişdi, axı bu qədər dost qazanmışdı. Hansı cümlə mətnin sonuna uyğun gəlir? Dadlı yem tapmışdı. Yox. Dostları onu xilas etmişdi. Axı bu qədər dost qazanmışdı. Dost qazanmışdı deyə bilərdik. O özünə dost qazanmaq istəyirdi. Deyir, insanı itirmək, insan itirmək asandır, amma insan qazanmaq çətindir. Çalışaq həyatımızda insanları qazanaq, itirməyək. Verilmiş planda gündəmsiz timsah mətnindəki hadisələrin ardıcıllığı pozulmuşdu. Ardıcılığı bərpa edin və mətni plan əsasında nəql edin. Demək, baxaq, kengurun timsaha acıqlanması, timsahın heyvanlara köməyi, timsahın dəvə quşu ilə görüşü, çayda daşqın, dost axtaran timsah, zürafə ilə timsah. Baxın uşaqlar, birinci hadisə harada baş vermişdi? Dəvə quşu ilə olmuşdu. Dəvə quşu ilə olan var mı burada? Kenguru var burada, timsah. Timsahın dəvə quşu ilə görüşü. C variantı birinci. Çünki birinci dəvə quşu ilə görüşmüşdü. Sonra görək nə oldu? Dəvə quşudan sonra zürafə ilə. Zürafə ilə görüşdü. Baxaq görək var. Zürafə və timsah. Bəli, Y. Birinci C, ikinci Y. Zürafədən sonra isə uşaqlar demək, zürafədən sonra dəvə quşu oldu, sonra zürafə oldu. Timsah pərt oldu, kədərlə gördü ki, kenguru oldu sonra, kenguru. Kenguru da demək A variantıdır. Sonra gəlir kenguru ilə görüşü. Kengurudan sonra nə oldu? Timsah dedi ki, sən belə deyim də,
kobudsan. Daha sonra kengurudan sonra baxın, yağış qəmgin idi o. Hava qaraldı, çay daşdı, leysan yağışlar yağmağa başladı. Demək, timsahı bəyənməyən dostlar çayın o biri sahilinə keçə bilmədilər. Baxaq, çayda daşqın oldu. Bəli, çayda daşqın oldu. Sonra belə deyim də, timsahın heyvanlara kömək oldu. Dost axtaran timsah artıq timsah özünə birinci dost axtarırdı. Timsah tək qalmışdı. Birinci uşaqlar dost axtarırdı. Çünki birinci ona uyğun gəlir. Tək qalmışdı, özünə dost axtarırdı. Belə deyək də uşaqlar, timsahın dost axtarmağı, dost axtaran timsah birincidir. Dost axtaran timsah birincidir. D birincidir. Dəvə quşu ilə görüşən ikincidir. Zürafə ilə olan 3, kenguru 4, sonra çayda daşqın 5, sonda isə timsahın heyvanlara köməyi. Yaxşılıq et ki, yaxşılıq görəsən cümləsi necə başa düşürsünüz? Yəni ki, heç kimin yaxşılığı əvəzsiz qalmır. Yaxşılıq et ki, bir insan da həmin unutqan insan deyilsə, onun əvəzində sənə daima yaxşılıq edəcək. Amma pislik etsən, əlinə heç nə keçməyəcək. Yaxşılıq etsən, sənə yaxşılıq etməsə də başqası, yenə sən qazanmış olursan. Çünki sən mərhəmətinlə seçilirsən, sən sədaqətinlə seçilirsən, Rəbbim səni bunun sayəsində mükafatlandırır. Həmin insanın sağ ol deməyini, təşəkkür etməyini gözləməsən də yaxşılıq etməlisən. Amma pislik etsən, sən heç nə qazanmırsan. O adam sənə mütləq şəkildə pislik edəcək. Yaxşılıq etsən, yaxşılıq etməsə də pisliyə pisliklə mütləq cavab veriləcək. Amma verilsə də, verilməsə də yenə gərək pislik etməyəsən. Ağacın təşəkkürü. Ağacın dibindəki torpağa bax, çat-çatdır. Nə yaxşı ki tez gördüm, onun hayına çatdım. Bir vedrə su apardım, tökdüm, ləzzətlə içdi. Budağından almalar qopub vedrəmə düşdü. Necə gözəldir ətri, necə şirindir dadı. Pay apardığım qabı ağac boş qaytarmadı. Biz təbiətin bir parçasıyıq, təbiətin bir hissəsiyik. Təbiətdə yaşayırıq, havası ilə, suyu ilə, bizim üçün nemətləri ilə, verdiyi nemətlərlə, meyvə, tərəvəz və s. kimi bütün nemətlərlə qidalanırıq. Təbiət bizim ana vətənimizdir, anamızdır. Biz onun belə deyim, qoynunda yaşayırıq, ona sığınırıq. Ona görə ana təbiəti qorumaq, saxlamaq lazımdır. Ağacları qırmaq olmaz. Çünki o ağacların bizə oksigenlə təmin edir, sağlamlığımıza xeyri var. Suyu çirkləndirmək olmaz. Təmiz su, təmiz hava, təmiz ekologiya bu birbaşa insanların xeyri üçündür, sağlamlığı üçündür. Və ağacın meyvəsi ilə qidalanırıqsa, ağaca qulluq etməliyik ki, o da bizə təşəkkür əlaməti olaraq qəşəng-qəşəng meyvələr versin. Şeiri öz sözlərinizlə nəql edin. Nəql belə deyə bilər ki, gördüm ki, ağacın dibindəki torpaq çat-çat olubdu və tez onun kömək eləməyə başladım. Bir vedrə su apardım, ağaca tökdüm ki, ağac içsin və gələcəkdə bizə almalar versin. Mən o almaları dərib vedrəmə qoyum. Almaların ətri necə gözəldir, necə dadı şirindir və ağac da mən ona su verdiyim üçün, ona qulluq etdiyim üçün, onu çatlamağa qoymadığım üçün mənə bunun qarşılığı olaraq alma hədiyyə etdi. Bu da mənə alma bəxş etdi. Şeirlə bağlı suallara cavab verin. Şeirdə neçə bənd var? 3 bənd var. Uşaqlar görürük də 1, 2, 3 bənd var. Hər bənddə neçə misra var? 4 misra var. Uşaqlar, misralar bunlardır. Baxın, birinci misra cümlədə 2, 3, 4. 4 misra bunda. 1, 2, 3, 4 misrada bundan. Hər misrada neçə heca var? Gəlin baxaq. Ağacın dibindəki torpağa bax, çat-çatdır. Nə yaxşı ki tez. 7. 7 misra var. Hər misrada neçə heca var? Ağacın dibindəki 7 misra var. Demək 7 heca var. Demək hər misrada neçə heca var? Gəlin birinci misraya baxaq.
ağacın. 3 hecə bu. Dibindəki 4, 7. Şəkillərə baxın və dərslikdə oxuduğunuz mətnləri xatırlayın. Burada Padşah Pinəçi, sonra bu əsərləri oxumuşuq. Bunları haqqında belə deyim, geniş müzakirə aparacağıq gələn dərsdə hər biri haqqında. Demək, gəlin buranı da oxuyaq. Verilmiş şeir parçasını müzakirə edin, sualları cavablandırın. Əsti külək, yağdı yağış, çay yağışa sağ ol dedi. Nə üçün çay yağışa sağ ol dedi? Çünki çay suları yağış sularından əmələ gəlir. Yolçu yola kölgə salan bir palıda sağ ol dedi. Nə üçün yolçu palıca sağ ol dedi ki, istidə onun kölgəsinə sığınır. Yandı ocaq, getdi soyuq, insan oda sağ ol dedi. Nə üçün insan oda sağ ol dedi ki, onu soyuqdan donmağa qoymadığı üçün, o da isindiyi üçün sağ ol dedi. Söylə görün, bəs sənə kim bu dünyada sağ ol dedi? Hansı işinizə görə sizə sağ ol deyiblər? Ola bilər ki, valideyninizə kömək etmisiniz. Yaxşılıq olaraq sizdən söz soruşublar, ona anında cavab vermisiniz. Kiminsə, belə deyim də, yeməyi yox idi, siz öz yeməyinizi onunla bölüşmüsünüz və müxtəlif səbəblərdən ola bilər ki, sizə sağ ol desinlər.